Mənə bir anamız yazdı. Dedi, cavan yaşında, gənc yaşında oğlumu torpağa verdim. İstəyirəm oğlumun əziz xatirəsinə bir şeir yazıb səsləndirəsiniz. Allah məkanını cənnət, ruhunu şad eləsin qardaşımızın. Bu şeirimizdə anası Səadət xanım tərəfindən cavan yaşında, gənc yaşında, vaxtsız bərdəsiz dünyadan köçən idmancı qardaşımız İsmail üçün həsr olunur. Allah məkanını cənnət, ruhunu şad eləsin bir daha. Yazmışam ki, Allah verdi bala dərdim. Allah verdi bala dərdim, ağır düşdü, daşıyıram. Balam getdi əllərindən, ölə-ölə yaşayıram. Günüm keçmir sənsiz durub. Həyat məni yaman yorur. Mənə bala dağı vurub, İsmət deyib yaşayıram. Kaş ölərdim səndən qabaq, bu günləri görməzdim mən. Qəbrin üstə sən ağlardın, bala dərdi çəkməzdim mən. Fəxr edirdi sənlə hamı. Fəxr edirdi sənlə hamı. Ömrü qoydun getdin yarı. Niyə tək qoydun ananı? Xoş günləri görmədim mən. Bala dərdi ağır imiş. Bala dərdi ağır imiş. Hər bir insan çəkə bilməz. Haram olar yediyi də. Boğazından keçə bilməz. Haram olar yediyi də. Boğazından keçə bilməz.